kanalında yenidən sizinlə birlikdəyəm. Bizonya. Xoş gəldiniz. Bəli uşaqlar, bu günlərim sizinlə birlikdəyəm. Dünənlərim deyəsən paltarımı dəyişmişdim ya da bu günlərim. Baxaq bir dənə o video burada yeni şapkası falan gəlib, kedi kafası falan filan qəşəng şeylər gəlib. Pedro Reto ayı gəlib. Yəni mağaza çox qəşəng yenilənibdi. Amma bizim karakterimiz onsuz da qəşəngdir. Bəli, uşaqlar bu videoda nə qaracaq? Sadəcə indi sizə bir şey deyəcəm. Baxın, gəlirik bir dəqiqə, haraydı ora? Karvatsi, tamam. Karvatsi bu tərəfdə idi. İndi buradan çıxırıq yuxarıya. Çıx. Tamam. İndi bir dəqiqə. Mən bir şey buradan yoxlayacağım. Ondan sonra Karvatsinə gedərik. Bu lazımlıdır. Ay dədə. Düşdüm. Buradan dırmaşa bilərəm mən. Uşaq, bir dənə bir şey yoxlamaq istəyirəm. O olur deyil. Bir dəqiqə. Hop. Uşaqlar, başardım. Vallahi olurmuş. Dedim indi olmaz ama oldu. Tutunamadı. Tamam, burayla çıxarıq bizə. Hop. Çıx. Çıx dana, çıx qardaş, çıx. Burayla bir də uğraşdığımıza elə gedək burayla çıxaq da yuxarıya uşaqlar. Düz demirəm? Düz deyirəm. Bəli, mən bu uşaq. Buradan top canlandırır. Hop, baxın. İndi belə hop zıplamalıyam buradan. Orada bir şey gördüm uşaqlar. Amma neysə, onlar bizi maraqlandırmır. Gedək Karvatsinə. İndi tamam. Buradan yox uşaqlar. Sizə gizli bir yer göstərəcəm. Onu indi görməzsiniz. Burada şəlalə var. Onun arxasına gəldiyinizdə bir dəqiqə, mən sizə burada belə bir yer var. Baxın, yaxınlaşdınız, qırılır. Yəni, buradan içəri girmək üçün içində də bəlkə də heç nə yoxdur. Tam mən bilmirəm, mən də içinə girib eləməmişəm, yəni. Hər uşaqlar gördüyünüz kimi bu içində heç nə yoxdur. Bir də burada belə bir şey var. Bəli, əslində bu gizli yer olmasa da göstərim mən yenə də sizə. Baxın, buranı bilirsiniz olsa. Əslində burada gizlidir. Baxın uşaqlar, burada yumru deşik var. İndi uşaqlar gördüyünüz kimi oradan gəlirsiniz və burası bir belə ayı evidir. Amma buradakı ayı bilinmir hardadır. İndi uşaqlar çıxırıq yuxarıya. Dom diri. Çıxa bilsək yəni. Hop, çıx. Tamam, çıxdım, problem yoxdur. İndi buradan bir dənə gedək. Bir də uşaqlar, bir yer var idi, bir dəqiqə, mən yadıma sala bilsəm qəşəng. Yaxşıca yadıma sala bilsəm. Buralardaydımı uşaqlar, haradaydımı bilmirəm. Yəni, bu arada uşaqlar, buradan getməyə çalışacağım. Məncə 20-ci bölümdə falan çatarıq da ora. Uşaqlar. İndi baxın. Mən diskoya getməyə çalışacağım. İnşallah uşaqlar donmaz. Ən yaxşılıqlı kim? Ən yaxşılıqlı gecə ayısı. Məncə də gecə ayısıdır. Qardaş, gecə ayısından qəşəng bir şey ola bilməz. Yəni, bu gecə ayısı çox süperdir. Peri. Yəni, mən o tərəfə yaxınlaşan kimi oyunum kasır. Mən divlərlə gedəcəm uşaqlar. Burada sandıq var, bax, açaq bunu. Qəşəng bir şey verər. Yenə reklam. O uşaqlar, bu oyun reklamlıdır. Amma uşaqlar,
bu oyunu pul yatırıb sizin üçün reklamsız eləyəcəm. Bəli. Siz aşağıdan abunə olun və like atın. Tamam? Abunə olun və like atın. İndi buradan da çıxaq. Tamam. İndi bu oy, bu uşaqlar bir dəqiqə. Bir dəqiqə. Oy, uşaqlar gisara saldım, buna baxın. Oy da, uşaqlar, bu çox qəşəng bir şeydir yəni. Baxın, indidən oyunum donur, kasmağa başlayır bir dəqiqə. Buna tutunur. Uşaqlar, buradan bir şəkildə ağacın üstünə getmək olur. Buna baxın. Bu divləri çatan kimi, yəni oyun kasır da. Uşaqlar, birinci bölümdəki kimi oldu deyəsən. Olmadı. Düzəldi. Düzəldi, kompüter onunla işləyir uşaqlar. Yəni, belə güclü bir kompüterə, uşaqlar, bu arada mən 223 FPS sallamışam. Çox az da yəni. Uşaqlar, deyəsən kompüterim getdi. Hərəkət eləmirəm, heç nə eləyəmirəm uşaqlar. Bay, salamat qalın. Bizonya.